Yeni qəbul olunan 2026-2030-cu illəri əhatə edən dövlət proqramında taxılçılıqda məhsuldarlığın artırılması, müasir aqrotexnologiyaların tətbiqinin genişləndirilməsi və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi Xocavənd rayonunda da əsas hədəflər kimi müəyyən edilib. Xocavənd Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Sülhəttin Ələsov bildirib ki, hazırda biçin kampaniyası davam edir. Xocavənd rayonu ərazisində ümumilikdə 15775 hektar taxıl sahəsi var. Bunun 1200 hektarı suvarılan, qalan hissəsi isə dəmiyə əkinləridir. Taxıl sahələrinin 5949 hektarında arpa, qalan hissəsində isə buğda becərilir. Arpa biçini artıq başa çatıb və hər hektardan orta hesabla 22 sentner məhsul əldə olunub. Bu ötən illə müqayisədə 5 sentner çoxdur. Hazırda buğda biçini davam edir. Sahələrə 39 kombayn cəlb olunub. Buğda sahələrində də orta məhsuldarlıq 22 sentner təşkil edir. Əsas məqsədimiz dövlət proqramında qarşıya qoyulan məhsuldarlıq hədəflərinə nail olmaqdır. Əkin sahələrinin 8773 hektarı işğaldan azad edilmiş ərazilərin payına düşür. Bunun 1375 hektarı arpa, 7397 hektarı isə buğda sahələridir. Rayonda taxıl istehsalçıları məhsulun optimal müddətdə yığılmasının məhsuldarlığın qorunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirirlər. Fermer İlyas Məmmədov bildirir ki, bol məhsul var. Ötən ilin payızında 3730 hektar sahədə taxıl səpinə aparmışıq. Bunun 278 hektarı arpa, qalan hissəsi isə buğdadır. Hazırda biçin kampaniyası davam edir. Arpa sahələrində biçini başa çatdırmışıq. Bir neçə gündür buğda yığımına başlamışıq. Artıq 2000 hektara yaxın sahədə biçin yekunlaşıb. Məhsul boldur və çalışırıq ki, bütün sahələrdə yığımı vaxtında başa çatdıraq. Xocavənd rayonu ərazisində ümumilikdə 17136 hektar əkin ektisdə qeydiyyata alınıb, ondan 15775 hektarı taxıl əkinidir ki, bunun da 5949 hektarı arpa, yerdə qalan hissəsi isə buğdadır. 3730 hektar mənim özüm ərazim var. 1278 hektar arpadır, qalanları da buğdadır. Arpanı pişmişik biz, 22-23 sentnerdən vermişik. İndi hal-hazırda da buğda biçindən başlamışıq. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin əkin dövriyyəsinə qaytarılması Xocavənddə taxılçılığın inkişafına yeni imkanlar yaradıb. Yeni dövlət proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə rayonda məhsuldarlığın yüksəldilməsi, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi və taxıl istehsalının daha da artırılması qarşıya qoyulan əsas hədəflərdəndir. Aydın Yavəzadə, Yusif Əliyev, bu gün informasiya proqramı üçün.